Siyasi icmala keçəcəyik. Siyasi aləmdə nələr baş verir? Bu barədə bizə daha ətraflı məlumatı həmkarımız Nəriman çatdıracaq. Orada da qasırğalar az deyil. Xoş gördük Nəriman. Bəli, kifayət normal, yaxşıyıq. Amma dünyadan xəbərlərdə həm pozitiv, həm negativ xəbərlər kifayət qədər var. Məsələn, Rusiya-Ukrayna münasibətləri ilə danışıqları ilə bağlı bir məqam vurğulamaq istəyərdim. Deməli, son danışıqlarda İstanbulda keçirildi təbii ki və bir razılıq əldə olundu. 6000-dən 6000-ə mübadilədən gedir söhbət, amma burada sağ insanlardan getmir söhbət. Yəni, meyitlərin dəyişdirilməsi. Siz düşünün, 6000, hər iki tərəf bir-birinə 6000 meyit verəcək və hələ bunlar razılaşdırdıqları hissədir. Və düşünün, 6000 meyidi təbii ki, saxlamaq üçün lazım olan şərait və s. Bu, biraz anormal görünür. Müharibə çətin və ağır şəraitində və bəli, açıqlıq bir o mənzərəni düşünəndə belə səhərən ruhuna uyğun deyil təbii ki, bu danışdığımız, amma bu bir reallıqdır. Yaşadığımız dünyadakı mənzərədir. Bu və digər məlumatları daha təfərrüatlı və bizə hazırda Nəriman çatdırır. Uğurlar. Sağ ol. Ukrayna Krım körpüsünü 3-cü dəfə partladıb. Bu dəfə deməli körpünün dayaqlarına, suyun altında dayaqlara birləşdirilib. Partlayıcı qurğular 1000 kiloqram ağırlığında partlayıcı qurğulardan gedir söhbət. Rusiya isə Ukraynanın Sumi vilayətinə hücumlar etdi. 4 nəfərin öldüyü hadisədə onlarla yaralı olduğu bildirilir. Rusiya tərəfi deyir ki, Ukrayna mayın sonlarından etibarən pilotsuz uçuş aparatları ilə Rusiyanın dərinliklərdən, o cümlədən Moskvaya hücumlarını aktivləşdirir və bu deməyə əsas verir ki, Kiyev hələ də münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı deyil, ümumiyyətlə bu prosesə hazır deyil. Kiyev təbii ki, Kreml bu formada ittiham edir. Rusiya və Ukrayna nümayəndələri arasında növbəti sülh danışıqlarının deməli yenə də İstanbulda keçirilməsi planlaşdırılır. İyunun son 10 günlüyündə 20-sindən 30-una qədər həm Kiyev, həm də Moskvadan belə bir açıqlama gəldi. Son İstanbul danışıqlarında da bir nəticə əldə olundu. Deməli, meyitlərin dəyişdirilməsindən gedir söhbət. Minlərlə cansız hərbçinin, belə deyək, mübadiləsi aparılmalıdır. Hansı şəraitdə, hansı nöqtədə, hansı ərazidə aparılacaq bu mübadilə daha detallı formada Prezident Vladimir Zelenski özü açıqlayıb. Eşidək. Minə min əsir mübadiləsi baş tutacaq. Həmçinin əlavə 200-ə 200 mübadiləsi mümkündür. Çünki Ukrayna tərəfi görüşdə hərbiçilər, siyasi məhbuslar və jurnalistlərlə bağlı məsələləri də qaldırıb. Bu həftə biz Rusiya tərəfi ilə ətraflı siyahıları paylaşacağıq. Rusiya tərəfi həmçinin bildirib ki, 6000 hərbiçimizin cəsədini verməyə hazırdır. Biz də cavab olaraq 6000 Rusiya hərbiçisinin cəsədini qaytarmağa razılaşdıq. Uşaqlarla bağlı isə biz Rusiyaya 400-ə yaxın ad olan siyahı təqdim etdik. Ukrayna belə xəbərlərlə şou göstərir. Bunu Rusiya nümayəndəsinin rəhbəri Vladimir Medinski deyir və o, Ukraynanın uşaqlarla bağlı rəqəmlərdə səmimi olmadığını açıqlayıb. Əvvəlcə deyilirdi ki, 1,5 milyon Ukraynalı uşaq ölkədən çıxarılıb. Sonra bu rəqəm 200 min oldu. İndi isə rəsmi rəqəm 20 minə düşüb. Biz daim bu iddiaların sənədlərlə təsdiqlənməsini istəmişik. Soruşmuşuq ki, göstərin bu uşaqlar kimdir? Bizə onların adlarını, soyadlarını, valideynlərin bəyanatlarını verin. Bu insanlar kimdir? Heç bir iddia irəli sürülməyib. Sadəcə quru rəqəmlər olub. İndi nəhayət tam siyahı aldıq. Gördüyünüz kimi nə 1,5 milyon, nə də 20 min uşaq var. Siyahıda 339 nəfərin adı əks olunub. Rusiya tərəfi memorandum artıq Türkiyəyə təhvil verib, yəni danışıqlarda vasitəçi ölkə kimi Ukraynada Türkiyədən götürüb, təbii ki, təhlil etmək üçün və memorandumun təqdim olunmasından cəmi bir neçə saat sonra artıq Rusiya mediasında memorandumun mətni təqdim olundu. Burada nələr göstərilir? Ukrayna Rusiya tərəfindən ələ keçirilən ərazilərdən imtina etməlidir. Deməli, heç bir hərbi ittifaqa daxil olmamalıdır, ordusunu azaltmalıdır və neytrallıq prinsipini qəbul etməlidir. Təbii ki, digər məqamlar da var sənəddə, amma Kiyevi deməli yanaşmasına baxaq. Təbii ki, ordusunu azaltmaq niyyətində deyil, əksinə daha da gücləndirmək istəyir. Hərbi alyanslardan ən böyüyünə NATO-ya daxil olmaq üçün hələ də cəhdlərini davam etdirir. Neytrallıq prinsipini qəbul etmək istəmir təbii ki və Ukraynanın deməli Rusiya tərəfindən ələ keçirilən ərazilərindən də imtina etmək niyyətində deyil. Təbii ki, onsuz da olsaydı indiyə qədər münaqişə çoxdan bitmiş olardı, ən azı bu danışıqlar başlayandan bura.
Ukraynanın Rusiya aerodromlardan bir neçə gün əvvəl indirdiyi zərbələrdən sonra NATO ölkələri özlərinin zəif yerlərdən təkrar baxmaq niyyətindədirlər. Artıq belə deyim, vəlvələ düşüb canlarına və başa düşürlər ki, Ukraynanın tətbiq etdiyi bu dron əməliyyatı hər istənilən vaxt onların da başına çartlaya bilər. Məsələn, Amerika Birləşmiş Ştatları NATO'nun ən güclü dövləti deyək, onlar belə artıq başlayıblar aerodromlarındakı vəziyyəti, müdafiə sistemlərini yenidən bir baxmağa və götür-qoy eləyirlər ki, onlarla hərbi təyyarənin yer aldığı bu cür limanlarda hansı hadisələr baş verə bilər. Yəni, yenə dediyimiz kimi, Ukraynanın tətbiq etdiyi bu dron hücumları göstərir ki, istənilən vaxt bu cür şərait, bu cür vəziyyət, hücuma hər bir ölkə məruz qala bilər və bununla bağlı artıq NATO ölkələri özünün hazırlığını daha da yüksək səviyyəyə çatdırmağa çalışır. Vaşinqton mümkün İran nüvə sazişi çərçivəsində Tehranın uranı zənginləşdirməsinə imkan verməyəcək. Prezident Donald Trump özünə aid sosial şəbəkədə yazıb bu barədə və bildirib ki, avtoqələm kimə deyir? Özündən əvvəlki administrasiyaya, yəni Joseph Biden hökumətini belə adlandırır. Deyir, onlar çoxdan Tehranın uranı zənginləşdirməsini dayandırmalıydılar. Etmədilər, bizim üzərimizdə qaldı və biz də öz üzərimizə düşəni həll edəcəyik. Deməli, ABŞ İran nüvə sazişi üzrə danışıqların 6-cı raundu yenidən Omanda keçirilə bilər, amma sual altındadır. 5-ci danışıq mayın 23-də baş tutmuşdu 5-ci raund. Orada konkret nəticə əldə olunmamışdı. Təbii ki, bu nəticənin əldə olunmasına bir xeyli var. Tərəflərin özlərində hər birinin iddiası var. CNN mənbələrə istinadən xəbər yayır ki, Tehran Vaşinqtonun təklifini ardıcıl və əlaqəsiz deməli olmayan, son dərəcə qeyri-realist və həddindən artıq tələblər ehtiva edən hesab edir və düşünür ki, Vaşinqtonun irəli sürdüyü tələblər indiyə qədər bizim bu danışıqlarımızın dalına dirənməsində başlıca səbəbdir. Və ümumiyyətlə əldə edilmiş razılaşmalarla ziddiyyət təşkil edir İrandan, Tehrandan bu sayaq açıqlamalar gəlir. Yeni də Amerika Birləşmiş Ştatlarından da xəbərimiz. Vaşinqton Suriyadakı hərbi mövcudluğunu azaltmağa başlayıb. 8 hərbi bazası var Suriya ərazisində və onlardan yalnız birini saxlamaq istəyir. Hərbçi sayı nə qədər də 2000, onu da 500-ə salmaq niyyətindədir, amma indidən artıq 500-ünü çıxarıb Suriya ərazisindən. Bu demək barədə xəbərlər gəlir. Deməli, Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri və eyni zamanda Suriya üzrə xüsusi nümayəndəsi Thomas Barak bu barədə danışıb. Deyib ki, Birləşmiş Ştatların 10 illiklər boyunca davam edən Suriyaya yanaşması dəyişəcək. Çünki işləmədi əvvəlki yanaşmamız və Suriya Demokratik Qüvvələri Vaşinqtona yenə də tərəfdaşı olaraq qalır və biz düşünürük ki, deməli Dəməşqlə münasibətlərdə yeni mərhələyə başlamaq lazımdır. Mənbənin məlumatına görə Amerika komandanlığı 60 gündən sonra qiymətləndirəcək hərbçi sayını azaltmağa davam etməyə lazımdır, yoxsa yox, dediyimiz kimi orada cəmi 500 nəfəri saxlamaq niyyətindədirlər. Nikol Paşinyan Ermənistanın nəyin davası gedir hazırda? Katolikos 2-ci Qarigin subaylıq andını pozub yoxsa yox? Uşağı var yoxsa yox? Baş nazir Nikol Paşinyan deməli Katolikos 2-ci Qariginin subaylıq andını pozub-pozmadığını araşdırmaqla bağlı xüsusi tapşırıq verib, dünən yenilədi bu tapşırığını və dərhal cavab verilməsini tələb edir. Ermənistanın baş naziri Facebook hesabında yazıb ki, Eşmiyyətsin 2-ci Qariginin subaylıq andını pozub-pozmadığına dair dərhal cavab verməlidir, aydınlaşdırmalıdır. Bu məsələ təcili şəkildə üzə çıxmalıdır. 2-ci Qariginin subaylıq andını pozduğu və övladının olduğu məlum olarsa, bütün ermənilərin katolikosu ola bilməz, deyir baş nazir. Əlavə edir ki, hər kəsin şəxsi və ailə həyatının məxfiliyinə hörmətlə yanaşıram. Amma burada məsələ katolikosdan gedirsə, onun bu cür şəxsi həyatı ola bilməz, deyir baş nazir. Mən bu problemi erməni apostol kilsəsinin davamçısı kimi qaldırıram. Çünki bunu mənəvi deməli təhlükəsizlik problemi kimi görürəm. Həm də Ermənistanın baş naziri kimi qaldırıram. Çünki bunu dövlət təhlükəsizliyi problemi kimi görürəm, deyir baş nazir. Paşinyanın katolikosa qarşı yanaşması təkcə erməni müxalifətində yox, həm də hüquq müdafiəçilərində ciddi qəzəb yaradıb. Onlar artıq birləşib müraciət də ünvanlayıblar və düşünürlər ki, 2-ci Qaraginlə yaxınlığı ola biləcək qadın və ya qadınların adının açıqlanmasına gətirib çıxaracaq hər hansı bir araşdırma dayandırılmalıdır dərhal. Bunu insan azadlığına qarşı demək atılmış addım kimi dəyərləndirirlər. Onlar Paşinyandan məlum paylaşımı dərhal silməyi tələb edirlər. Belə Qaraginə də bir quş,
yox, yəni Qaragen xəbərində oxuduq mənasında bir quş və Pakistanda 200-dən çox məhbus həbsxanadan qaçıb. Zəlzələ zamanı məhbusları təxliyə ediblər, təxliyə olunduqları yerdən imkan tapıb qaçıblar. 213-ü yoxdur ortalıqda, 78-də tutulub, bir nəfər atışmalarda ölüb, 3 təhlükəsizlik əməkdaşı isə yaralanıb. Belə, bizim siyasi gündəmimiz bu qədər bugünlük, siz isə özünüzü qoruyun.